Hamı xoş gördük. Bu videoda 32-ci sualın izahına baxacağıq. Sualın şərtində cədvələ əsasən doğru fikirləri müəyyən etməyimizi istəyir. Yəni doğruların altına doğru, yanlışların altına yanlışlara baxacağıq. Sualın izahına keçək. Acınoxur düzünün böyük bir hissəsi 400-600 mm yağıntı alır. Bəli, fikir doğrudur. İlkin baxışda adamın ağlına gələr ki, məsələn, maksimum 200-400 mm ola bilər. Amma xeyr, xəritə baxdıqda görə bilərik ki, 400-600 mm yağıntı alır. Amma Ceyrançöl desəydi, bəli, Ceyrançölün böyük bir hissəsi 200-400 mm yağıntı alır. Amma qərb hissələrində də 400-600 mm yağıntı alan əraziləri mövcuddur. Bu fikir doğrudur. Götürürük 2-yə baxaq. Üzərində Viktoriya su anbarının yerləşdiyi bu çayın mənsəbinin aid olduğu ölkə köçürmə kapitalist ölkə ilə həmsərhəd deyil. Demək ki, Viktoriya su anbarı aiddir Nil çayına, Nil çayının mənsəbi aiddir Misrə və Misir də Sinay yarımadası vasitəsilə İsraillə həmsərhəddir və o da köçürmə kapitalist ölkəsi sayılır. Amma burada köçürmə kapitalist ölkə ilə həmsərhəd deyildir. Bu fikir yanlışdır, yəni həmsərhəddir. Sinay yarımadası vasitəsilə İsraillə həmsərhəddir və ümumiyyətlə köçürmə kapitalist ölkələri sayaq, Çar, İsrail, Yeni Zelandiya və Avstraliya kimi ölkələrdir. 3-ə baxaq. Şərqi Afrika sınma zonası geosinkronalda yerləşdiyi üçün seismi cəhətdən fəaldır. Şərqi Afrika sınma zonası seismi cəhətdən fəal olsa da, amma geosinkronalda yerləşmir. Yəni, bu fikir geosinkronalda yazıldığı üçün səhvdir. Geosinkronal qurşaqda yerləşən, məsələn, Sakit Okean odluqosu, Alp, Himalaya, Antarktida kimi iri dağ sistemləri və qurşaqlar, geosinkronal qurşaqlara aiddir. Bu fikir də yanlışdır. 4-ə baxaq. Qarasaylar və Balkarlar türk xalqları deyil. Əksinə türk xalqlarıdır. Qaraçay, Çərkəz, Kabarda-Balkar. Bunlar qafiyələnəndir. Yəni, bu cüriyyətdə saxlamaq olar ki, Qaraçay, Çərkəzdə birinci hissəni, Kabarda-Balkardan isə ikinci hissəni, yəni Balkarları. Yəni, bir də qeyd edək. Qaraçay, Çərkəz dedikdə birinci hissəni, yəni Qarasayları götürəcəyik. Kabarda-Balkar burada isə ikinci hissəni, yəni Balkarları götürəcəyik. Yəni, buradan da ümumi nəticə gəlirik ki, Qaraçaylar və Balkarlar türk xalqlarıdır. Yerdə qalan ikisi isə türk xalqları deyil. Bu fikir əslində türk xalqlarıdır, lakin deyildir. Ona görə yanlışın altında verir və bunu götürürük. Hələ ki, 1-i 4-ü götürürük. 5-ə baxaq. Qızılca yasaqlığının aid olduğu inzibati rayon Gəncə Daşkəsən iqtisadi rayona daxildir. Qızılca yasaqlığı aiddir Gədəbəy inzibati rayona və o da Gəncə Daşkəsən deyil, Qazax Tovuz iqtisadi coğrafi rayonuna daxildir. Bu biraz çaşdırıcı məqamdır, amma Gədəbəy Qazax Tovuz iqtisadi coğrafi rayonuna daxildir. Yanlışın altında verilib deyə götürürük. Burada Gəncə Daşkəsən deyir, yanlışdır. 1, 4, 5 doğru cavabımızı A variantıdır. O birlər 6-ya da baxaq. 22 iyun tarixində günəş şüaları Atapaska gölünə nisbətən Winnipeg gölünə daha böyük bucaq altında düşür. Yəni, bu anlama gəlir ki, günəş 22 iyunda harada zenitdə olur? Təbii ki, 20.5 şimal enliyi üzərində zenitdə olur və günəşə ən yaxın olan coğrafi obyektdə də günəş ən böyük bucaq altında düşəcək. Yəni, belə çıxır ki, Winnipeg gölü Atapaska gölündən nisbətən daha cənubda yerləşir. Bu, həqiqətən xəritəyə baxdıqda görə bilirik. Daha şimalda olan böyük ayı, halbuki iki işıqlanma qurşağında yerləşir. Daha sonra cənuba böyük kölə və yaxud da böyük Qulda göl deyirlər. Sonra Atapaska, Winnipeg kimi göllər deyir. Fikir verdinizsə, Winnipegi ən axırda dedim. Yəni, bu da o deməkdir ki, günəşə ən yaxın olan 22 iyunda Winnipeg gölü olacaq. Təbii ki, günəşə ən yaxın olana da böyük bucaq altında düşməsi də bu formada olacaq. Amma burada Atapaska gölünə nisbətən Winnipeg gölünə deyir, daha böyük bucaq altında düşəcək. Fikir yəni doğrudur, amma yanlışın altında verildiyi üçün götürmürük. Sualımızın doğru cavabı 1, 4, 5 A variantıdır. İzlədiyiniz üçün təşəkkürlər.